Əvvəllər insanların həyatında İncil var idi, Quran var idi, Gita var idi. Ailələr yemək yeməzdən əvvəl Allaha dua edirdilər, əl-ələ tutub. Filmlərdə zətdə görə bilərsiniz, xristiyan filmlər olsun, ya müsəlman filmləri. İnsanlar ruziyə görə təşəkkür edirdilər, dua edirdilər, namaz qılırdılar. Bütün psixoloji halları pozulub insanların, tarazlıqları qalmayıb. Ona görə hamısı psixoloqa möhtac qalıblar. Çünki həyatında həqiqət yoxdur. Hər gün həqiqət yemir. İsa Peyğəmbərin təbliği ilə desək. Ruhu ac qalır. Ruh ac qalanda ölür. Bədənsə hələ hərəkət edir. 2 ildir evdə it saxlayıram. Çox etiraz edirdim. Bilənlər bilir. Yoldaşım ısrar elədi. İndi gəlib də evdədir. Baxıram ki, bu 2 il ərzində it mənə o qədər şey öyrədibdir. Ən çoxu mənə dirilik haqqında dərs deyir. O qədər diridir ki, o qədər sevinir, o qədər şükrandır. Sənin evin kasıb olsun, zəngin olsun, ona verəcəyin yemək çox olsun, az olsun, önəmli deyil. Sən işdən qayıtdın ya, onu sığalladın, o yatacaq ayağının yanında xoşbaxt olacaq. Ay, kaş ki insanlar da bunu öyrənsəydilər deyirəm. Xoşbaxt olmağa səbəb tapırlar insanlar. Ailə var, uşaq var, üzləri asılıbdır. Xoşbaxt deyirlər, bir-birinə sevinə bilmirlər.